Bu sözü mənə vermisən, sən bu sözü mənə demisən, hətta milyonların qarşısında. 3000 manat mənə pul lazım idi, əlim dardadır. Bakalım fikirləşib nə eləmək olar. Nailə, Səmavi arasında nələr, yəni hansı fərqlər var? Salam, xoş gördük. Hər birinizi Ulduz mikrofonu izləyirsiniz. Bugün isə qonağımız çox belə deyim, maraqlı bir qonaqdır. Səmavi xanım. Bir vaxtlar gündəmdə adı hallanan, indi isə öz sakit tembrində gedən qonaqdır. Necəsiz? Salamlayıram Aytaç xanım, sizi və kollektiv heyətini xoş gördük hamınızı. Yaxşıyam, çox şükür, təşəkkür edirəm hal-əhval soruşduğunuz üçün. Bu aralar necəsi niyə dedim, heç yaxşı görmürəm sizi. Çünki özünüzə aid bir canlı yayımlar paylaşırsınız, hisslər, əsəb, stres, ancaq bu halda görürəm sizi. Yox, niyə ki, ümumi halım eləçinədir. Yəni mən canlı da açanda necə varamsa elə, belə deyək də, türklər mod deyirlər. Yəni modum necədirsə elə də davam edirəm. Şou biznesə gəldiniz, amma ətrafınız birdən-birə yox oldu. Bir vaxtlar sizi dəstəkləyən, mən yanındayam, önə çəkəcəm, neyniyəcəm. Səmavi gəldi, Səmavi buradan getdi, gündəm gəldi, gündəmdə bu cür adı çəkildi, amma indi Səmavi yoxdur. Müəyyən səbəblər var ki, onları istəmərəm səsləndirim. Amma Səmavinin yox olmağı o demək deyil. Yəni müəyyən bir publikada yoxam. Bəzi insanların belə deyək, sözünün arxasıca getmirəm mən. Əgər istəsəm hər şeyi tələb də eləyərəm ki, ay insanlar, ay filan kəs, sən bu sözü mənə vermisən, sən bu sözü mənə demisən, hətta milyonların qarşısında. Niyə sözünün arxasında durmursan deyə də bilərəm, amma ehtiyac duymuram. Çünki məncə kölgədə yaşamaqdansa elə özüm kimi qalmağım daha məsləhətlidir. Gec də olsa, güc də olsa mən bilirəm ki, bir vaxt olacaq ki, mən o yerə çatacağam. Niyə? Səsin var? Yoxdur ki, səsi. Bilirsiniz niyə? Mən belə görürəm ki, yoxdur yəqin ki. Çünki sanki bir Akşin Fatih kölgəsi var sizdə. Bugün Səmavinin səsi var. Bax, mən həqiqətən bir aparıcılığımı kənara qoyub, tamaşaçı kimi rəyimi deyirəm, bildirirəm ki, Səmavinin səsi var, amma Səmavidə onu da görürəm ki, Akşin Fatih kölgəsi var. Akşin Fatih Səmavi ilə ayrıldı, yollarını ayırdı və Səmavi artıq yoxdur. Gəlin sizə bir söz deyim. Müəyyən artıq aydır, mən heç il tamam deyil ki, mən şou biznesə daxil olmuşam, amma çox şükür ki, düzdür, mənə reytinqi verən insan versə də reytinqi, yəni hər insanın öz işığından da hər şey asılı, çox şey asılıdır. Yəni öz işığıma, səsimə güvənib gəlmişəm. Yəni bilirsiniz ki, yarışma olub da, yəni biz yarışmadan gəlmişik. Orada başqa səslər də vardı. Mən demirəm ki, mənim səsim hamıdan üstündür falandır, amma o demək deyil ki, bir çox insanlarla oxuyub duet ortağım məsələn müəyyən duetlər, amma hamısı da o yerlərə gəlib çıxmamışdı. Yəni bugünkü gün əgər Səmavini tanıyıb yox oldu deyirsiniz, yəni Səmavi ayrılandan sonra Səmavini çağırmısınız, dəvət eləmişsiniz, tək olaraq gəlmişəm. Əgər yox olsaydı Səmavi, yəqin ki, dəvət etməzdiniz. Səmavi həmişə olub, olacaq da. Səsimə də ki, etibar eləyib, güvənib danışmıram. Çünki indiki zəmanədə təəssüflər olsun ki, bizim şou biznesdə səs önəmli deyil. Azərbaycanda çox qızıl səslər var, gözəl səslər var. Azərbaycanda media önəmlidir, onların müğənnilərin reklamı önəmlidir. Təbii ki, və mənə reklam verən insanlar indi ətrafımda yoxdur. Düzün desək və məni reklam eləyəcək insanlardan da heç bir dəstək gözləməmişəm, istəməmişəm. Onlar özləri məsələn məni müxtəlif medialar paylaşanda da özləri öz istəyi ilə paylaşıb. Heç vaxt heç birinə pul təklif eləməmişəm, deməmişəm. Amma mən bilirəm ki, məsələn şou biznesdə olan bəzi insanlar var ki, sırf publikadan ötəri, reklamdan ötəri hətta pullarını belə xərcləyirlər. Günü bu gündə də olsa, yəni bunu eləyirlər. Mən buna ehtiyac duymuram. Çünki əsl sənətə hörmət, özünə hörməti olan insan belə şeylərə addım atmamalıdır. Mən məşhurluq üçün çalışmıram artıq. Məsələn, əvvəl ola bilərdi, məşhurluq üçün çalışırdım. Hətta özümə reytinqi verməkdən çox kimlərəsə reytinq verməyə çalışırdım, amma indi elə deyil. İndi sakitəm, öz yolumla gedirəm, kimlərəsə reytinq vermirəm. Özüm üçün,
öz sənətim üzərində çalışıram. Bax deyirsiniz, sözünüzü də kəsən, deyirsiniz reklam, Nəfəs Akşin belə deyim, duet ortağı demək olar ki, gündəmi hələ də gündəmdə zəbt edir. Neçə illərdir artıq. Amma Səmavi sanki neçə ay oldu duetiniz var? 4-5 ay olar. 4-5 ay. Akşin Fatihlə Nəfəs heç bir münasibətə nə qədər olsa da küslük filan, amma son qoyulmadı. Nə oldu ki, Akşin Fatihlə? Bunlar Aytaç xanım, mənə maraqlı deyil. Birisi sizin üçün gündəmdə ola bilər. Mənim üçün gündəmdə Onda deyil. Nəfəsin reklamı var. Bugün Akşin Fatih yanındadır. Onu dəstəkləyirlər. Yoxsa Akşin Fatihin küslülüyü də olur da Nəfəsin, amma dəstəkləyənlər də var. Aytaç xanım, artıq 7-8 il bir insanın sənətdə olmağı ilə 4-5 ay, 6 aylıq bir insanla müqayisə eləyirsinizsə, deməli mən özüm də gündəmdəyim də. Yəni o fərq var da. Belə şeylərdə gəlin sizə bir söz deyim də. Biri var 7 ildir mən çapalayıram. Onda mən razıyam sizin sözünüzlə ki, siz deyəsiniz ki, ay Səmavi sən orada deyilsən. Mən sənətə yeni-yeni addımlamışam. Yəni bizim duetdən başqa mənim tək bir mahnım yox idi ki, mən insanlara təqdim yeni addımlar atmışdı. Nə oldu ki, Akşin sona qədər onun yanında oldu? Sona qədər deyəndə ki, az müddət deyildi, indi neçə ildir? Mənə maraqlı deyil Aytaç xanım. Yəni çünki bilirsiniz niyə? Sizin yanınızda da bir möhkəm belə dayanmışdı Akşin Fatih. Hansı ki, mən deyirdim ki, indi dəstəkləyəcək də Səmavi xanımı da. Yəni sizdə də bir möhkəm duet ortaqlığı görürdüm. Akşin Fatih, Səmavi deyəndə hər kəs sizin də bir kütləniz var idi, sevirdi. Artıq Nəfəslə rəqabətə keçmişdim bu arada. Yəni Nəfəslə Səmavi artıq rəqabətdə idi. Akşin öz də arada bir söz atırdı. Sənin yanında olanda Nəfəsə, Nəfəsin yanında olanda sənə bu cür paylaşımlar görürdüm. Mən bu rəqabəti insanlar bəlkə də üzümdən, mimikamdan da bilərdilər ki, ürəyimcə deyildi. Çox xahiş edirəm ki, ümumiyyətlə bu söhbətləri yığışdıraq. Xahiş edirəm, bəsdirin, yəni bu şeylə bağlı mənə bəli, suallar ümumiyyətlə istəmirəm. Mən dəfələrlə efirdə də demişəm. Yəni burada da deyirəm, burada mənim üçün bir efirdir. Səsləndirməyək bunu. Axı Səmavi deyir də Akşin Fatih mənə bir o nəfəs o söz kəlməni işlədi. Bax çörək qazandırıb yanımda oldu. Niyə bugün Akşin Fatihin adının çəkilməsini istəmirsən? İstəmirəm, özümə məxsus səbəblərim var. Ona görə, yəni bunları mən insanlar içində səsləndirmək istəmirəm. Yəni qırıb sizi. Heç bir şey danışmaq istəmirəm, Aytaç xanım. Yaxşı danışmaq istəmirsiniz. Bu yaxında hardasa 3-4 gün bundan öncə bir açılışda Səmavi ilə Akşin Fatihin bir duetini gördüm. Bir yerdə idiniz. Bu necə küslüydü? Publikaya mı oynayırsınız? Tamaşaçıları mı aldadırsınız? Yoxsa necə? Mənim özümə maraqlı gəldi. Dedim bunu Səmavi xanımdan soruşacağam. Çünki mənim özümə də maraqlı. Bunlar bir-birini dalayacam. Biz erməni-müsəlman davası eləməmişik. Yəni normal insanlarıq da. Çörək pulu dalayacaq hamımız çıxırıq. Hamımız qazanc üçün işləyirik, qazanc üçün getmişik. Orada həmçinin yəni belə bir qazanclı işlər olsa təbii ki, mən də yox demərəm. Amma bir insan kimi falan, yəni heç vaxt bir araya gəlməyəcəyimi mən özüm də bildirmişəm. Mənim ürəyim bu şeylərlə yox, pul söhbəti deyil. Puldan gedərsə, yox, orada Akşin Fatihlə Səmavi bir. Yox, pul söhbət deyil. Təkcə pul deyil. Yəni yenə də erməni-müsəlman davası kimi bir qırğınımız yoxdur. Hər şey öz qaydasındadır. Yəni mən onunla heç bir belə deyək, ünsiyyəti pozmuş şəkildə, davalı, qırğınlı bir şəkildə deyiləm. Hər şey öz qaydasındadır. Sadəcə bəzi səbəblər var ki, istəmərəm artıq mənim onunla adım çəkilsin. Mən o insanın artıq kölgəsindən çıxmaq istəyirəm. Kim necə başa düşsün, nə bilim çörəyinə təpi yatan desin, dizi üstündədir çörəyi desin. Yeni duetlər gəlir. Xeyr, elə bir şeylər olmayacaq. İstəmərəm də. Mən ağıllı qadın özünə ağıllı deməz məncə. Ağıllı insan özünə ağıllı deməz. Məncə ağıllı qadın o 150 minlik belə deyim müqavilə vardı. Onu da imzalamağa hələ eləmədi. Ay Aytaç xanım, yox, bu müqavilə barəsində də danışmaq istəmirəm. Ümumiyyətlə. Bu da ağıllıqdan dolayı gəlir bu sözlər, yoxsa necə? Yox, çünki mənim özümə maraqlı 150 min az pul deyil. Bəli. Ki siz başqasını, bugün ona görə duet oxumuşsunuz başqasını, yoxsa təkliflər gəlmir, ya siz özünüz istəmirsiniz? Yox, duet barmağım bir dəfə bala batıb, ona görə istəmirəm. Bundan sonra barmağım batıb. İstəmirəm, heç kimlə duet istəmirəm. Özüm tək fəaliyyət göstərməyə çalışıram, müəyyən yeni mahnılar çıxarıram. Lirika da var, oynaq da var. İndi baxacam da bunlar yeni başlayır.
Mən media üçün bu mahnıları çıxarmıram. Öz həvəsim olduğuna görə, sənətə sevgim olduğuna görə eləyirəm. Hər cürə şeylərdən var. Yəni necə deyim, bayağı dediyimiz ifalar da var, estrada da var. Sadəcə mən hələ o öz yolumu seçirəm ki, hansında özümü daha çox görürəm, onda da davam eləyəcəm. Bəs bu dönəmlər hansı belə deyim, vaxtlar sənə haqsızlıq oldu? Ki, burada mən çox haqsızlıq oldu həqiqətən şou biznes aləmində. Çox, yəni günü bu günə qədər də davam edən haqsızlıqlar ən çox toxunulan. Haqsızlıqda toxunulacaq yəni bir şey yoxdur. Yəni böyük haqsızlıqlar olub. Sadəcə təəssüf eləyirəm ki, insanlara, mediaya, cəmiyyətə oynayan insanların daha da qabardılması, belə deyək, onların daha yaxşı göstərilməsi media tərəfindən məni məyus elədi ki, axı onlar o deyil, mən səhnənin arxasında görmüşəm o insanlar necədir, nə cürədir. Məsələn, o tərəfdən haqsızlıq oldu ki, mən heç kimi tapdalayaraq bu sənətə gəlmək istəməmişəm. Amma səni tapdadılar. Bəli. Bura nəfəs də aid eləyə bilər ya bu arada. Heç kimin adını çəkmək Nəfəs istəmirəm. səni dəstəkləmədi. Yəni mən gördüyümü deyirəm. Amma mən düşünürəm ki, məndən kimsə məsələn xanımlardan olub da, həqiqətən səsi gözəl oxuma qabiliyyəti olan, hətta təhsili olmasa belə bir xanım olsa, mənim özümün də arxamca Aytaç xanım çox sözlər deyilib. Hətta şərəf ləyaqətimə alçalacaq sözlər deyən xanım olub ki, çıxıb efirdə birbaşa danışıb. Heç kimin qarasına danışmamışam ki, niyə sən cavab verməmişəm. Amma təəssüflər olsun ki, mənim cavabı arxa səhnədə verildi və bu insanlar bunu görmədilər, kaş ki görəydilər. Amma həyat bumerangdır. Deyir, nə tökərsən aşına, o da çıxar qaşığına. İnşallah ki, qaşıqlarına bir qara qəşəng. Heç yoxdur şou biznes aləmində dostum. Şou biznes aləmində heç kimə dost demirəm. Amma belə əlaqə qurduğum. Əlaqə qurduğum insanlar var, bəli. Məsələn, dəstək olan insanlar var ki, sənətə məsələn dəstək olan insanlar var ki, dostluq eləmirəm, amma salam, sağ ol, bir xahiş eləsəm yerinə, canla başla yerinə yetirərlər. Xahişə qayıdacağım, qoy sponsorlarımızdan danışım. Demək, verilişimizi izləyirsiniz. Sponsorlarımızın dəstəyi ilə baş sponsor Biakrem kremləri təbii tərkibli orqanik üz baxım məhsullarıdır. Bayramlara isə özəl hər biri endirimli qiymətədir. Biakrem kremlərinə xüsusi təşəkkür edirik. İtalyan dizaynerlərin hazırladığı bütün interyerlərə uyğun divar kağızlarını Casabella mağazasından tapa bilərsiniz. Daha sonra digər sponsorumuz isə Akbak Psixologiya Mərkəzindəki peşəkar yanaşma, güvənli mühit və fərqli dəstək. Fərdi də dəstək ilə göstərilir. Ruhunuzu dinləyən, sizi anlayan və dəyişiminizə yol yoldaşı olan məkandan söhbət etdik. Təşəkkürlər sponsorlara. Bu arada geyimim də Casabia özəldir. Casabia təşəkkür edirəm. Çünki məni hər verilişə fərqli geyimlərlə belə deyim təqdim edir. Və elə həmin an biləcəyik ki, Action Party həqiqətən sizin dili ilə necə bir oğlandır dediniz, necə bir adamdır, centilmen. Bəli. Görə elədir. Məncə eləməyək. Yox, eləyək. Onsa mən eləyirəm, sonda da özüm. Mənim telefonumdan eləyirsiniz. Yox, öz adınızdan eləyin. Yox, sizin telefonunuzdan. Görək açacaq, nə deyəcək? Mən özümə belə maraqlıdır. Görək tamaşaçılar, sizdə bir şey yoxdur ki, bu bizim rubrikamıza aiddir. Sadəcə zəng eləyin. 1500 sizə pul lazımdır və maşınınızı da Allah eləməsin. 3000 deyək, yoxsa 1500 deyək. Nə bilim. Gəl 3000 deyək. Hansısa problemdəsiz, sizə 3000 pul lazımdır. İstəmərəm zəng eləyim, çünki mən yox, o yəni sizə bir şey yoxdur. Bizim rubrikamızdır və zəng eləyin. Heyecan vurdu. Yox, istəmərəm zəng. Yox, gəlin yığaq 2 kəlmə. Mən özüm də açacağam. İnandırıcı danış. Bu vaxtlar yatır adətən. Bax, inandırıcı danışsan ki, bilmir. Bağlıdır səs. Bu vaxtlar yatır adətən götürmür. Yəni, mən bilirəm o xarakterini ona görə. Sizin veriliş qutaracaq onu durmağa gözləyənə qədər.
o problem deyil, amma belə dara düşməyin məncə. Düşsəz elə orada da qalacaq. Alo. Salam Akşin, necəsən? Sağ ol, sen neredesin? Yaxşı olasan, var olasan. Akşin, bir problemim var idi, səndən xahiş eləyəcəkdim. Buyur buyur. Bir 3000 manat mənə pul lazım idi, əlim dardadır. Mən onu sənə hardasa 10 günə falan qaytaracağam. Eləyə bilərsən elə bir köməklik. İndi koy uzan bir de yuxudan tezi durdum. Salamatçılıktır oğlum. Salamatçılıqdır, sadəcə əlim yanındayım. Bir dənə işim var, onu həll eləməliyəm. Ne olub? Pul. Ne mesela? Pulunu bağlamalıyam. Maşının bir xırda bir pulu qalıb. Bildim. Koy bir tane oyanım. Bakalım kirleşim neyini olur. Bir de gafil dedim. Dedim görürsen ne olmuş salamatçılıktır. Yəni axşama qədər eləyə bilsəydin yaxşı olardı. Əgər alınırsa səndə. Baxaram alındırabilsəm bitir. Deyərəmsə, yaxşı. Yaxşı. Allah köməyin olsun. Çox sağ ol. Allah köməyin Akşin bəy, salam, hər vaxtınız xeyir. Efirdən zəng edirik, Ayta Cəmilovadır danışan. Bu bizim rubrikamıza aid idi. Sadəcə də günündə Akşin məni belə deyib də, maddi cəhətdən, mənəvi cəhətdən tək buraxmaz dedi. Elə dedim, gəl bunu zəng eləyərək. Yoxlayaq onun üçün. Üzrlü sayın sizə narahat edəcək. Belə şey eləməzlər axı. Yox, sadəcə rubrikamız. Uyanmışım, qəfil qorxdum dedim, görəsən nə olubsa. Yox, mən sizin qorxunuzu da hiss elədim. Üzrlü sayarsınız. Bayramınız da mübarək elərik. Sizlə bağım yaxşı, sağ olun. Sağ olun. İnandınız? Həll eləyəcəyinə inanırdınız. Vallahi yalan deyərəm. Mən olsam məsələn ən yaxşı. Yox, əlində imkanı varsa bu dəqiqə onun da vəziyyətini mən bilirəm də, restoranı falan bağlamaq istəyib bayaqları biz öz aramızda danışanda dedim ki, mən o insanın vəziyyətini bilirəm. Ona görə deyirəm ki, əlində imkan olsa sevə-sevə eləyər. O hətta düşməninə belə eləyər. Yaxşılığı. Amma Akşin Biz Fatih'in tanışmışıq. sözlərindən biraz soyuqluq hiss etdim. Biraz yox, çox soyuqluq hiss elədim. Yəni Xasiyyəti elədir də onsuz da. sədlər var aranızda. İndi Olmalıdır. Məncə belə daha məsləhətlidir. elə məncə Bu mənim çox xoşuma gəlir şəxsən. belə daha yaxşıdır. Belə daha yaxşı. Belə daha yaxşıdır ki, hər yöndə artıq istiqamətinizi tutun ki, mən pulsuz qalmamalıyam, kiməsə ehtiyacım olmamalıdır. Görürsüz, hamı öz rahatlığını düşünür. Təbii ki, elədir. Bugünkü gün buradan salamlayırıq. mən o insandan elə o demək deyil ki, mən o insandan təkcə məsələn gözləyim, zəng eləyim. Bugünkü gün mən evdəki bir insanıma belə, qohumumda belə bir insan ola bilər ki, imkanı var zəng eləyim. Bəlkə də eyni ifadəni səsləndirəcək. Qoy görüm baxım nə edə bilirəm. Yox da deyə bilmir. Əlindəki imkana Bugün yəni baxsın. imkanı olmadısa, yəni o söz işlədi. Bugün imkanı var idisə, Akşin Fatih sözsüz kartını at göndərirəm kəlməsini deyərdi. Yox, bilirsiniz, mən elə düşünmürəm. İmkanı olsa, yəni imkanı olanda da eləyib də, yəni bu insan. Mən bunu görmüşəm, axı mən niyə deyim ki, danışım ki, yox, eləməz. Baltanın kökündən vurmuram, bilirəm ki, düzdür, Allah heç kimə möhtac eləməsin, amma bir insan kimi mən onun ürəyini məsələn görmüşəm. Mənə qarşı yox, təkcə, yəni orada o vəziyyətdə, pis vəziyyətdə olan insanlara qarşı da görmüşəm ona görə. Belə deyim, bildiyim qədərilə ayrılmışsınız həyat yoldaşınızdan. Yəni bugün subaysız. Bəli, Həyatınızda heç kim yoxdur. şəxsi şeylər danışmaq istəmirəm. Biz nəyə görə edirəm? Yəni dəstəkçi məsələsi var. Bəzi müğənnilər var ki, həqiqətən özünün həyat yoldaşı və ya yanında bir sevdiyi şəxs ona dəstək durur. Yox, elə bir dəstəyim yoxdur. Səmavi təm-tək irəliləyir. Maşallah olsun, pis də deyil. Təm-təkliyimə görə öz ayaqlarımın üstündə dura bilirəm. Və əgər ki, mənim məclisim falan varsa, məsələn, özümü idarə edə bilirəmsə, dəstəkçiyə ehtiyacım yoxdur. Bir qadın nə Yəni qədər bir güclü həyatımda olsa da olacaq bir insana dəstəkçi kimi baxmayacağam. Yəni çünki həyat dəstəkdən ibarət deyil də. Mənim üçün sevgidir, həyatdır, münasibətdir, ümumiyyətcə necə deyim? Sən onunla irəliləyə bilərsən, hələ bir görək bir yerə çıxa bilərsən. Yəni təkcə dəstək deyil. Vacib deyil mənim üçün dəstək. hə, yəni onu gətirirdim ki, bir qadın nə qədər güclü də olsa, deyir o bir kişinin yanında belə güclü durmağına ehtiyac var, güclü duruşuna ehtiyac var. Sözsüz xanımların ehtiyacı var buna, amma
yəni qismətdən o tərəfə qaçmaq lazım deyil və mən bu dəstəyə görə gündəlik olaraq və yaxud da hər hansı bir münasibətə tanımıram, bilmirəm, hə deyəcəm deyə bir şey də yoxdur. Mən bu işlərə çox ciddi baxıram ümumiyyətlə. Kimlənsə münasibətdir və yaxud da sevgi münasibətidir, ailə münasibətidir. Ümumiyyətlə bu işlərə çox ciddi baxıram və hər kəsə də məsləhət görərəm ki, çox ciddi Bax, baxsınlar. belə bir şey deyim sizə, öz adınız deyil bu Səmavi adı. Bəli. Və səhnə adı fərqli, şəxsi həyatdakı adı fərqli olan bir çox müğənnilər var. Bəli. Belə Nəfəsin özü də. Amma Nəfəs belə deyim də Günel adını eşidən kimi kəsirdi ki, Günel yox. İndi onunla bağlı Nəfəs özü də burada yoxdur. Tam danışa da bilmirəm ki, istəmirdi. Yəqin hansı travmaları var, ya xoşa gəlməz bir şeylər yaşayıb. Bugün əsl adı Naibə idi, düzdür? Nailə. Nailə. Nailə, Səmavi arasında nələr, yəni hansı fərqlər var? Heç bir fərq yoxdur. Səmavi sadəcə səhnə adıdır və mən bilirsiniz ki, qızımın adından götürülür. Onda Səmavi ilə Nailə arasında çox fərq yoxdur. Elə böyük fərq yoxdur. Sadəcə ad fərqidir. Mən böyük bir fərq görmürəm. Məni Səmavi kimi mahnı oxuyun. Səbəbi kimi, Nailə kimi də oxuya bilərəm, problem yoxdur. Necə istəyirsə oxuyun gərək. Bu rəylərdə çünki sizi tərifləyirlər bu arada bu səsinizə görə. Eşitməmişsiniz ki? Eşitmişəm, yenə eşitmək istəyirəm. Bu canlı deyirlər, tam fərqlidir. Nə oxuyum? Mən unudan ulduzu, nazlı şəfəq sanardım. Kimə inanmasam da bir ona inanardım. Kimə inanmasam da bir ona inanardım. Ah, qəbahetim böyükdür. Aylar dünən axşam çağı. Qəbahetim böyükdür. Aylar dünən axşam çağı. Bilur kimi bir ürək, bir könül sındırmışam. Bilur kimi bir ürək, bir könül sındırmışam. Arzu edirəm ki, heç kimi könlünü sındırmasın. Belə ki, təsadüf tutursunuz, mənə oxudursunuz. Bu səsdən sonra mənim könlüm zadım qırılası deyil. Efir elə bu cürdə yekunlaşdırsaq yaxşıdır. Həqiqətən də elə bu səsdən önə getsən yaxşıdır. Heç vaxt İnşallah ki, geridə hər şey qalmır. yaxşı olacaq. Doğrudan da səsin sözünü də deyir, adamın belə deyim ürəyini oxşuyur. Canlısınız. Var olasınız. Mən Xoş gəlmişsiniz. Çox sağ olun. Doğrudan da sizlə belə deyim əlaqə qurmaq, həm söhbət olmaq çox xoş idi bizim üçün. Mən Çünki səmimi söhbət elədik. dəvətiniz Hər üçün. şey Bəli, üçün. məncə hər şey səmimi oldu və səmimi hər bir şey mənə çox xoş olur. Ümumiyyətcə sevirəm səmimiyyəti. İstəmirəm ki, kamera arxasında fərqli olsun, burada fərqli olsun. Çünki biz burada fərqli olsaq, kamera arxasında fərqli olsaq, cəmiyyətin içinə çıxanda deyirlər ki, yox, o insan göründüyü kimi deyil. Onu eşitmək məncə ən ağır təhqirdir bir müğənni üçün, bir məşhur üçün. İstəyirəm ki, hər kəs səmimiyyətini qorusun. Çünki biz səmimiyyətimizi xalqa göstəririk. Xalq üçün çalışırıq. Özümüz üçün də çalışsaq da ən azından xalqa nümunə olmalıyıq. İstəyirəm ki, hər kəs öz səmimiyyətini elə ekran qarşısında necədirsə, ekran kənarında da, insanlar içində də elə olsun, elə göstərsin özünü. Maskalı olmasınlar. Söz atmağımdan da görürəm. Efirimizi də bu cür yekunlaşdırırıq. Yenə deyirəm, geyimə görə Kassabaya təşəkkür edirəm. Bu cür bir-birindən gözəl geyimlərlə önümüzə gəlirəm. Sponsorlarımız isə baş sponsor Biakrem kremləri sponsorlar. Kassabella və Apak Psixologiya Mərkəzinin dəstəyi ilə baxdınız. Gələn həftə qonağımız kim olacaq? Onu izləyərək görəcəksiniz. Bəlkə özüm Salamat oldum. qal. Sağ ol, hər şey ola bilər. Hələlik. Sağ olun.